təcrübəmdə elə bir uşaq olmayıb ki, o uşaqlarda problemli davranış görülməsin və bu valideyni ciddi narahat edir. Məsələlərdən biridir. Hər keyslərdə, hər konsultasiyada mütləq ki, yəni bu yaşanır. Yəni də qeyd edirəm, uşaq tipik də, atipik də fərqi yoxdur. Yəni inkişafın normala gedir və yaxud da ki, inkişafında nəsə bir kənar çıxmalar var, fərqi yoxdur. Hər uşaqda yəni bu kimi davranışlar görülür. Gəlin o zaman buna baxaq ki, hər problemli davranışın altında yatan bir səbəb var. Hər bir səbəb də bir məqsədə görədir. Və problemli davranışı müdaxilə edə bilməyimiz üçün mütləq o səbəb və məqsədi bilməliyik. Çünki biz bacarıq əldə eləmək istəyirik də bu davranışa görə. Məsəl üçün, sosiallaşmasının demək ki, öyrənmə qabiliyyətinə təsir göstərilirsə və ya da sosiallaşmasına təsir göstərilirsə və yaxud da ki, zərərvermə davranışları ilə gedirsə, o zaman müdaxilələrimiz tamamilə fərqli olmalıdır. Səbəb və məqsədinə görə bu problemli davranışlar özü 4 qrupa bölünür. Birincisində diqqət cəlb eləməkdən ötürü, diqqəti demək ki, öz üzərinə cəlb eləməkdən ötürü olan bir diqqət almaq üçün olan bir davranışlardır. Diqqət toplamaq üçün yalnız tipik uşaqlarda, yəni əksər hallarda əslində, yəni 80-90% tipik uşaqlarda rast gəlinir. Ətrafındakı insanların diqqətini özlərinə çəkmək üçün olan davranışlardır. Bu yalnız yəni pozitiv deyil, eyni zamanda ağlama krizləri şəklində deyil. Ətrafındakı olan şəxsləri qıcıqlandırmaqdan ötürü olan edilən davranışlardır. Məsəl üçün, valideyn qeyd edir ki, məsəl üçün, filan şeyi filan yerə qoymaq olmaz. Və o diqqəti özlərinə çəkməkdən ötürü valideynin və onu qıcıqlandırmaq üçün filan şey gedir və əmin yerə qoyur. Yəni, burada düzdür, ağlama krizləri yoxdur, məsələ bir şey yoxdur. Amma valideynin mütləq ki, qıcıqlandıra bilməsi üçün və diqqətini üzərinə çəkmək üçün bu davranışı edir. Və yaxud da ki, yəni ağlayaraq, ağlama krizləri ilə və yaxud da ki, agresiv davranaraq və yaxud da ki, zərər verərək diqqəti üzərinə çəkmək məqsədində görür. Ancaq tipik inkişafa malik olan uşaqlarda bu fərqlidir. Necə fərqlidir? Atipikdə diqqətdən daha çox istək bildirmək üçün. Bəzilərində demək ki, sosial bacarıqlarında, yəni yüksək bacarıqlarında özünü və emosiyalarını ifadə edə bilmədikləri üçün və yaxud da ki, güclü şəkildə nitq ləngiməsi, yəni nitq problemləri olduğu halda öz istəyini bildirə bilmir və bu kimi yəni davranış edə bilir. Tipiklərdən fərqli olaraq diqqəti özlərinə çəkmək üçün deyil, istək bildirmək üçün. Yəni, bildirə bilmir ki, yəni televizor açır, və yaxud da ki, mənə su verir, və yaxud da susamışam, su verir, və yaxud da yemək verir və o ağlama ilə, neyəsə zərər vermə ilə və s. kimi davranışlar göstərə bilir. Əşyaya zərər verə bilər, özünə zərər verə bilər, və ətrafına zərər verə bilər. Yəni, bu kimi davranışlar ola bilər. Yəni, birincisi, istək bildirməkdir, daha doğrusu diqqəti cəlb eləmək və yaxud da ki, alt qrupa istək bildirmədir. İkinci, demək ki, qrupa daxil olan davranışlardan biri, problemli davranışlardan əsas funksiyası sahiblənmək üçündür. Sahiblənmə demək üçün olunan problemli davranış hər uşaqda rast gəlinir. Yəni, elə bir uşaq yoxdur ki, onda bu kimi davranışlar olmasın. Məsəl üçün, marketə gedir, oradan bir kinder yumurta görür və yaxud da ki, bir maşın görür, çupa-çöp görür və s. və onu əldə edə bilməsi üçün orada getdiyi o davranışlardır, sərgilədiyi davranışlardır. Və özünü yerə çırpır, ayağını yerə döyür, ağlayır və s. və yaxud da oyuncaq üçün və s. və var. Və yaxud da küsmə davranışları da bu, özü də problemli davranışlara daxildir. Çünki sahiblənmək istəyir həmin əşyaya. Bu ciddi bir məsələdir əslində. Hansısa valideyn ki, doğru anında, doğru və qətiyyətli formada reaksiya verirsə, müdaxilə edirsə, bu davranış vaxtında sönür. Hansılar ki, həmin uşağın dediyi üzərindən gedirsə, bu davranışlar daha da güclənir. Bu, problemli məsələlərdən biridir. Qaldı digər bir, demək ki, məsələlərdən biri sahiblənməkdən daha sonra bir də qaçınma davranışları. Qaçınma nədir? Məsələn, müəyyən bir fəaliyyətdə ola bilər, rutinlərdən ola bilər ki, uşaq qaçmaq istəyir və bu fəaliyyəti yerinə yetirmək istəmir və bunun müqabilində etdiyi bir problemli davranışlar. Məsəl üçün, bu nədir? Yatmaq vaxtıdır, və yaxud da duş almaq saatıdır, və yaxud da yemək saatıdır. Bu zamanı və yaxud da ki, parkdan evə gəlmək zamanıdır, başlayır həngömələr, başlayır özünü yerə atmalar və s. və v. Və bu, yəni həmin fəaliyyəti görməməsi üçün
edə bilməməsi üçün etdiyi bir davranışlar. Məsələn, bu məktəbdə də ola bilər, bağçada da ola bilər. Məsələn, uşaq bağçadadır, şahmat dərsi sevmir. Şahmat dərsi gələndə uşaqda krizlər. Və ya uşaq məktəbdədir, musiqi dərsini sevmir, və ya başqa bir riyaziyyat dərsini sevmir və etdiyi bir davranışlar, kriz davranışlardır. Yəni, müşahidə oluna bilər. Dördüncü funksiyası daha ciddi və bəzən dözümlülük tələb edilən bir funksiyanı özündə güdür. Bunlardan biri də duysal özünü stimülə edə bilməkdir. Bu davranışlar əsasən, yəni digərlərindən fərqli olaraq bir həzz var onun içərisində. Digərlərini biz nəyə saydıq? Diqqəti özünə çəkmək, sahiblənmək, qaçırma və duysal özünü tətmin eləmə, yəni özünü oyandırma. Bunlar məsələn nədir? Məsələn, uşaq barmaq əmmək kimi belə bir demək ki, xoşa gələn bir davranışları var. Qulaqlarını açıb bağlamaq kimi belə bir xoşa gələn demək ki, davranışlar ola bilər. Və yaxud da ki, masturbasiya kimi davranışlar. Yəni bunun nöqtəsi nədir? Həzz almaqdır. Və həzz almaq üçün olan bir davranışlardır. Amma belə ümumi götürülsə, bu 4 funksiyanı güdən davranışlara olunan müdaxilələr də tamamilə fərqlidir. Digərin belə bir məsələ var. Problemli davranışı artıq biz bilirik nədir? Və uşağımıza hansı davranışları, problemli davranışlar kateqoriyasına daxildir və qeyd elədik ki, bu problemli davranışın altında yatan səbəbləri nədir? Səbəb və məqsədinə görə də ayırılır. İstək bildirmək üçündürmü, diqqəti özünə, demək ki, çəkmək üçündür, sahiblənmək üçündürmü, duysal tətmin olmaq üçündürmü və yaxud da ki, qaçırmaq üçün olan davranışlardır. İndi gəlin müdaxiləsinə. Bir var davranış, problemli davranış. Bir var biz onu yaranmasından öncə qabaqlayırıq, yəni öncül davranırıq. Bir də var ki, problemli davranış olduqdan sonra biz onu müdaxilə edirik. Əslində ən gözəl səslənə qabaqlamaqdır, qabaqcıl bir, bu müdaxilə deyil, önləmədir. Ümumiyyətlə, bir pediatr həkim Barbera qeyd edir ki, biz həyatımızın 95% vaxtını bu problemli davranışlarla önləməklə getməliyik. Yəni, artıq biz bilirik ki, bu kimi davranışlar var, ehtimal var ki, bu dəqiqə olacaq. Olmaması üçün biz öncül davranmalıyıq. Və ona görə də biz daha çox diqqətçi olmalıyıq, daha yaxşı analiz edə bilməliyik. Ancaq, demək ki, əks halda biz artıq müdaxilə etməliyik. Müdaxiləmiz də fərqlidir. Məsəl üçün, əgər uşaq diqqəti özlərini çəkmək üçün olan davranışlar varsa, diqqət çəkmək istəyir və başlayaq onun krizləri və s. və gözün altından da baxır ki, biz ona baxacağıq. Əgər biz ona yaxınlaşsaq ki, əziz balam, canım və yaxud da ürəyim, nə üçün belə bir davranış edirsək, bu simana, məsələn, biz onu öpürük, qucaqlayırıq və s. bizim diqqətimizi çəkdimi? Bəli, çəkdi. Demək, bu uşaq bunu öyrəndi ki, mən bu kimi davranışlar edərək əzizlənəcəm, qucaqlanacam və çox gözəl bir davranış əldə edəcəm. Və istəyimi də orada bildirərəm, hər şeyi də orada əldə edə bilərəm. Və bu davranışı əslində biz gücləndirdik. Bir simamız, xoş simamız, əzizim, gözəlim və yaxud da belə bir şirin balam, nə istəyirsən. Yəni, bu şəkildə bu davranışı gücləndirdik. Gəlin, demək ki, bu müdaxilə, bu davranışımız doğru deyil. İkinci belə bir davranış sərgiləyə bilərik. Uşaq ağlayır, diqqəti özlərini çəkmək istəyir və biz də başlayır əsəbləşməyə və deyirik, nə var, nə olur? Yəni, nə istəyirsən? Və başlayır qəzəblənməyə, səs tonumuzu yüksəltmişik, davranışlarımızı sərtləşdirmişik və o qədər həddə çatmışıq ki, bəzi valideynlər yəni, fiziki şiddətlə yüngül və ya da orta ağır ola bilər və s. bunu göstərir. Sonuc nədir? Uşaq yəni də bizim diqqətimizi çəkə bildirmə, çünki aqressivləşmək də bir diqqət çəkmək üçündür və bu bizi nəyəsə oyatdı əslində. Demək, uşaq bundan da istifadə edə bilər. Bu da doğru bir müdaxilə deyil. Amma burada nəyə davranmaq lazımdır? Neytral. Neytral nədir? Sıfır mimika, sıfır jest, sıfır, demək ki, səsimizdə də belə insanlığı da sıfırlaşdırılır. Neytral, hər hansı bir, demək ki, həm sima olaraq, həm də səs olaraq neytral davranırıq və müdaxiləmizə uşaq məsələn ağlama krizlərindədirsə, sakit bir məkan təklif eləmək, sakit bir, demək ki, hətta biz onu tərk eləmirik. Ya, sən burada olacaqsan, sakit dur, yəni, sakitləşədən mən gələcəm. Bu da yeni bizim aqressiv davranışımızdır. Biz yaxınlaşırıq, aydın insan ağlayırsan, deyəsən, ağlama biraz ehtiyacım var, sən burada ağlaya bilərsən, mən də sən yanında qala bilərəm. Neytral. Simada neytral, səslə neytral. Bu şəkildə davrananda artıq uşaq bizim diqqətimizi çəkə bilmir əslində. Çünki biz nə qəzəblənmişik, nə bir şey.
Bu ignore eləmək də deyil əslində. Ignore eləmək uşağı yox saymaqdır. Biz burada uşağı yox saymırıq. Fiziki olaraq uşağın yanındayıq. Uşağı tərk etmirik. Uşağı cəzalandırmırıq. Uşağın sakitləşməsinə qədər yaxınlığında gözləyirik. Və bu nə mesajı verir? Neytral davranmanın mesajı budur ki, sən bu davranışından mənim diqqətimi çəkə bilməzsən. Yəni mən sənə diqqətini çəkə bilməzsən və bu zamanla nə olacaq? Bir müddətdən sonra. Uşaq ikinci dəfə istək və yaxud da ki, diqqət çəkmə davranışlarında etdiyi kriz anları birinciyə, ilkə görə daha çox möhkəm ola bilər, daha çox sərt ola bilər və yaxud da ki, daha çox yəni əvvəlkindən şiddəti daha çox böyük ola bilər. Eybi yox. Yenə də neytral davranmağa çalışın. Yəni burada tutumlu olmaq lazımdır. Balanslı olmaq lazımdır və qətiyyətli olmaq lazımdır. Yəni bu davranışı neytral davranış. Mən bugün neytral davrandım, axşamki kriz anında biraz aqressivləşdim. Bu bütün bizim müdaxiləmizi pozur. Yəni hər zaman tutumlu olmaq, tarazını qoruyub saxlamaq lazımdır. Və tarazını necə qoruyub saxlamaq? Əgər uşaq görür ki, ana neytraldır, görür, bir dəfə iki dəfə görür ki, yox, ananın diqqətini çəkə bilmir və gedir zəif nöqtəni tapmaq ailədə. Ailədə əgər ata varsa və ata əgər bilgili deyilsə, gedəcək atanın yanında bunu kritislərə etməyə. Əgər ata müsbət və yaxud da ki, mənfi hər hansı bir demək ki, davranış olumlu və olumsuz davranış göstərənsə də, yenə də bu diqqəti çəkmək kateqoriyasına daxildir və bu davranış problemli davranış. Uşaqdan möhkəmlənir. Ona görə də biraz demək ki, bu məsələdə ciddi olmaq lazımdır, evdə artıq qayda qoymaq lazımdır, ata-ana arasında da mütləq şəkildə tarazlı olmalıdır. Amma burada bizim başqa bir məsələmiz var. Başqa məsələmizdən biri də, demək ki, problemlərimizdən biri də evdə əgər nənə, baba varsa, bu tamamilə fərqlidir. Tamamilə demək ki, uşaqlara eyni problem davranışda eyni bir müdaxilə görə bilmir. Məsələn, nənə, baba bu şeyi pozur. Demək ki, onlarla da sövdələşmək lazımdır, nənə baba ilə. Çünki uşaq inkişafında ilk halqasında ata-anadır, daha sonra ikinci, üçüncü dərəcəli ailə üzvləri gəlir. Əgər bizim məqsədimiz problemli davranışı söndürməkdirsə. Və yaxud da ki, digər bir məsələdə sahiblənmək üçün uşaq gedir marketdə oyuncağı istəyir və üzünü yerə atır, ağlını krizləri və s. Burada da yenə neytral demək ki, sima, neytral səs tonu və ona limit qoymaqla demək ki, biz bu davranışı söndürməyə çalışacağıq. Yəni, necə müdaxilə edirik? Yəni, biz bugün bu oyuncağı almayacağıq və əgər burada bir şey diqqət edirik, əgər övladınızda hər zaman belə bir davranış varsa, öncədən sövdələşmək lazımdır, marketə getməsə öncə və ona öncədən xəbərdarlıq etmək lazımdır ki, biz bugün demək ki, marketə gedəcəyik və oradan filan şeylər alacağıq. Yəni, bu şəkildə. Sana oyuncaq almayacaq demirik, filan şeylər alacağıq və oradan çıxacaq. Öncədən bir xəbərdarlıq edirik. Əgər yenə də marketdə bu kimi davranışlar olsa, yenə də neytral davranıb xəbərdarlığımızı təkrar eləmək və eyni zamanda qeyd edirik ki, yəni özümüzsə onu bilməliyik ki, əgər bir dəfə bu zamanın sürətləndirməkdən ötürü bu problemli davranışı ani söndürmək üçün bir dəfə alın da bir də almayacağım. O deməkdir ki, siz bu davranışı daha da gücləndirirsiniz. Gələn səfər daha böyük bir krizlər, daha şiddətli krizlər əldə edə bilərsiniz, görə bilərsiniz. Və yaxud da ki, uşaq parkdadır, parkda gedir və evə gəlmək istəmir. Bu zaman nə etmək var? Parka getməzdən öncə bu önləmə davranışlarıdır əslində. Deyir ki, 30 dəqiqə parkda olacaq. Saat da göstərə bilərik. Əgər uşaq saatda bilirsə, saatı göstərir, bilmirsə, əqrəbin harada olacağını göstərir. Saat bu əqrəb, kiçik əqrəb burada olanda, böyük əqrəb burada olanda biz parkda evə gələcəyik. Evə gəlmənə, yəni saatın vaxtın bitməsən 15 dəqiqə qalmış bir xəbərdarlıqda dedik ki, evə getmə 15 dəqiqə qalır, istədiyin oyunları oyna. Bir 5 dəqiqədə də biz ona xəbərdarlıq edirik və axırıncı dəqiqədə də biz artıq ona deyirik ki, məsələn, sürüşkədə sürüşürsən, 2 dəfə sürüş, 2 dəfə sürüşdükdən sonra biz evə gedəcəyik. Bu xəbərdarlığı edirik. Yox, bunlara rəğmən yenə də həmin problemli davranış göstərirsə, bu zaman biz artıq ona əlavə bir güzəşt etməməyi məsləhət verərdim. Çünki əlavə edilən güzəşt o deməkdir ki, hər dəfə ağlayaraq bunu əldə edə bilərsən kimi davranışlar ola bilər. Və yaxud da ki, qaçınma davranışlarında, məsələn, yatma saatında və uşaq yatmaq istəmir. Bu ciddi məsələdir, rutinlər. Rutin o deməkdir ki, eyni fəaliyyət
Hər gün eyni saatda təkrar olunur. Bu o zaman rutindir. Yuxular, yatmaq bizim üçün rutindir. Çünki biz adətən hər gün eyni saatda yatırıq. Hər gün bunlar təkrarlanır. Və hətta ki, yemək rutini, diş fırçalama rutini adətən hamımız üçün eynidir. Və buna da uşaqlarda bu çox ciddi bir məsələdir. Əgər bir uşaqda yuxu problemi varsa, bu təkcə uşaqlara təsir eləmir, bütün ailəyə təsir göstərir. O zaman çalışmalıyıq yenə də eyni qaydada artıq bizim yatma saatımızı biz artıq demək ki, öncə hazırlaşırsınız və sair yenə burada neytrallığı mütləq şəkildə qorumaq lazımdır. Yəni əgər uşağınız bir gün, əgər keçsəniz ki, yox bu günlərim okey, bir saat gec yata bilər, gələn səfər o bir saatda gec olacaq və s. Yenə də bu uşaqdan uşağa çox asılıdır və balaca uşaqlardan, məsələn, yeni doğulmuş uşaqlar ola bilər, körpələr ola bilər. Adətən onlar yuxu rutini hələ də onlarda formalaşmayıbdır və onların yuxu rutini formalaşmasına biraz zaman var. Təbii ki, burada artıq biraz böyük uşaqlardan, yəni 1 yaş üstü böyük uşaqlardan söhbət gedir. Daha sonra zərər vermə davranışlarında bizim müdaxiləmiz tamamilə fərqli olacaq. Zərər vermə davranışlarında əgər əşya və ya da ki, insanlara zərər verirsə, yenə neytrallığımızı qoruyuruq. Neytral sima, neytral demək ki, səs. Ancaq biz burada fiziki olaraq uşağın sakit tutmasını, həmin davranışı sonlandırmasını istəyəcəyik, limitlər qoymalıyıq mütləq şəkildə. Bu davranışa edilməsi ilə bağlı alternativlər təklif edirik. Məsələn, uşaq götürür qayçını oyun əsasında saçını kəsmək istəyir. O zaman biz limit qoyuruq. Limit qoyanda səs biraz net olmalıdır, dəqiq olmalıdır və verdiyimiz oradakı limit çox demək ki, aydın formada, qısa və aydın formada təkrarlanmalıdır. Adətən valideynlər qeyd edir ki, o qədər açıqlama verilən dəqiqələrcə başa düşmür. Təbii ki, başa düşməyəcək. Limit əgər gedirsə, limitdə söhbət. Limitin içərisində bizim 10 sözümüz olmalıdır. 10 sözdən artıq yorucudur və uşaq onu qəbul etmək istəmir. Təbii ki, bu uşağın yaşından da asılıdır. Məsələn, uşaq 10 ilin saçını kəsmək istəyirsə, bu zaman həmin uşağın adını qeyd edir. Məsələn, Əli, qayçınla saçı kəsmirik, alternativ və daha sonra isə alternatifi təqdim edirik. Ki, kəsmək istəyirsə, bu vərəqi kəs. Bu, o deməkdir ki, gələcəkdə yaranacaq bir problemli davranışını da önləyirik əslində. Sonra duygusal həssasiyyət olan, yəni duygusal tətbiq etmədə əslində söhbət gedir. Yaranan bu kimi problemli davranışlar ciddidir əslində, amma bunları biz kateqoriyaya böləcəyik. Bəzi davranışlar var ki, bizim görməzdən gələ bilərik. Əgər uşağın sosiallaşmasına, öyrənməsinə təsir göstərmirsə, bu davranışı məsələn, demək ki, biz görməzdən gələ bilərik. Amma bəzi davranışlar var ki, biz onu görməzdən gəlməyə bilmirik. Burada bizim müdaxiləmiz iki yönlü olacaq. Birincisi önləmə. Məsələn, masturbasiyadan söhbət gedirsə, yəni bir də mən onu qeyd edeyim ki, erkən yaş dövründə uşaqlardan olan, biz ona onanizm deyirik, masturbasiya yetişkinlərdəki kimi cinsel həzz üzərində deyil, sadəcə özünü sakitləşdirmək üçün olunan bir davranışdır. Yəni, yetişkinlərdə tamamilə fərqli bir məqsəd üzərində olmuş bir davranışlardır və bu davranışların normaldır. Yəni, bu davranış masturbasiya uşağın özünü kəşf eləməsidir, özünü emosional təmin etmək, həm duysal, həm də emosional təmin etmədir, özünü sakitləşdirmə üsuludur bəzən. Amma bu bəzən vərdişə də çevrilə bilir. Vərdişə çevrildiyi halda sən bu insanlar içərisində, cəmiyyət içərisində, ortam içərisində olduğu halda belə ciddi bir məsələlərdir. Sosial izolyasiyasına, demək ki, əslində diskriminasiyasına səbəb ola bilər bu davranışlar. Bu müddətdə nə edir? Əgər bu davranışın bir ön hazırlığı var, əgər ehtimal edirsəniz ki, uşaqlarınızda bu kimi davranış olacaq, mütləq ki, bir məsuliyyət verin, bir vəzifə verin, bir fəaliyyət onun başına qatın. Mütləq ki, bunu edin. Yox, əgər siz gecikdirərsə və masturbasiya aktındadırsa övladınız, bu zaman demək ki, heç bir müdaxilə etməyəcəksiniz həm fəaliyyət anında. Çünki müdaxilə etdiyiniz halda bu uşağın daha da qəzəblənməsi və həmin fəaliyyəti daha da diqqətini verməsə və artmasına, yəni intensivliyi artmasına səbəb ola biləcək. Bu zaman biraz dözümlü olmaq, gözləmək, fəaliyyəti bitdikdən sonra uşağın yaşına görə bir müdaxilə edə bilmək daha yaxşıdır. Məsələn, uşağın aşağı yaşlıdırsa, siz ona desəniz ki, yox, biz bunu hamam otağında və yataq otağında edirik, o qavramayacaq, bilməyəcək əslində. Ancaq siz yetişkin, biraz qavrama qabiliyyəti və s.
daha yuxarı olan uşağa daha uyğun bir dildən deməlisiniz. Amma aşağı yaşlı uşaqda daha çox məsuliyyət vermək və s. Və yaxud da ki, əlini ağzına salır bu uşaq. 2 yaşına qədər bu normaldır. 2 yaşına qədər demək ki, oral dönəmindədir. Əl ağzı olmasa və yaxud da ki, əşyalar ağzına salmasa, bunlar normal bir davranışdır. Amma yuxarı yaşlı uşaqlarda görürük ki, sən dırnaq yemən və yaxud da ki, əl ağzındadır. Bu zaman heç bir şey etmədən əlini ağzından çıxart və s. deməklə isə bu davranışı möhkəmləndirir. Əlinə bir nəsə vermək, al bunu tut, bunu mənə gətir və s. və yaxud da ki, müəyyən bir işlə diqqətli yayındırmaqla bu davranışı əslində zamanla söndürə bilərsiniz. Bu kimi. Yenə də burada söhbət ondan gedir ki, bu davranış görməzdən gələ bilərəm. Məsələn, masturbasiya insanlar içərisində uşaq masturbasiya edirsə, o qədər də görməzdən gələcək davranış deyil. Məsələn, uşaq yaşında 3 yaşlı uşaq əlini ağzına salırsa, bəli ki, siz bu müəyyən qədər görməzdən gələ bilərsiniz. Amma yenə də 7 yaşında uşağın əli ağzındadırsa, yox, bunu görməzdən gəlmək olmur. Yəni, burada ən önəmlisi yaş faktorudur. Yaş faktoru çox önəmlidir. Ümumiyyətlə, biz müdaxilədən, məsələn, valideyn qeyd edir ki, mən müdaxilə edirəm, sizin dediyiniz kimi eləmişəm, bütün rəayətləri etmişəm və s. Amma bu davranışların intensivliyi azalsa da bitmir. Ümumiyyətlə, biz müdaxilədən danışanda, biz tək tərəfi müdaxiləsindən gedir söhbət. Burada hər tərəfi olacaq. Evdə bütün insanlar tərəfindən, əgər uşaq bağçadadırsa, demək ki, bağçada fəaliyyət göstərən mütəxəssislər və yaxud da ki, digər insanlar tərəfindən onlara etdiyi müdaxilə də bizim üçün önəmlidir. Bəzən, demək ki, və yaxud da ki, məktəbdən də, ona görə biz kompleks müdaxilədən söhbət gedir. Əgər siz bir mütəxəssislə işləyirsinizsə, mütəxəssis mütləq ki, bütün ailə üzvlərlə görüşmək istəyəcək, əgər bağçadadırsa, bağça ilə əlaqə saxlayacaq və yaxud da ki, məktəbdədirsə, məktəblə əlaqə saxlayacaq ki, doğru təlimatları hər üç istiqamətə verə bilsin və hamı eyni dildən danışsın. Yəni, burada ümumiyyətlə çətin məsələdir əslində, problemli davranış. Görməzdən gəlsəniz artacaq, doğru müdaxilə etsəniz sönəcək, yəni silinəcək həmin davranışlar. Buna görə də bunlar mütləqdir. Demək ki, uşağın inkişafı üçün. Çünki bir şey ki, uşağın sosiallaşmasına təsir göstərir və yaxud da ki, uşağın öyrənməsinə təsir göstərir və ən başlıcası və yaxud da ki, zərər verən davranışlardır. Demək ki, bu ciddi bir məsələdir əslində. Ona görə də indidən, yəni bəri başdan davranmaq lazımdır. Əgər, baxın, mənə 4 dənə case gəlir, 4 dənə. Mən istəyərdim onu oxuyum və ona qarşı bir necə davranmaq lazımdırsa, demək ki, öyrənəyin. 3 yaşlı oğlandır, ümumi inkişaf rəqəməsi var və nitq qeydiliyi fonunda istəklərini ağlayaraq qeyd edir. Məsələn, bir şey istəyir, əgər cavab yox olarsa, o zaman qışqıraraq ağlayır. 4 aydır davam edir. Yəni, bu da istək əldə etmək üçün olan davranışlardır. Bu zaman neytral davranmaq, qətiyyətli olmaq, neytral sima, neytral səs tonu, qətiyyətli olaraq hər zaman eyni davranışı göstərmək, ona neytral səs tonunu izah eləmək ki, bugün biz bu şeyi almayacağıq və işimizi bitirdikdən sonra gedəcəyik, qətiyyətli olub, demək ki, davranmaqla siz zamanla bu davranışın sönməsinə səbəb olacaqsınız. Əgər uşaq amma 3 yaşı var, amma 4 aydır ki, yəni 2 yaş 6 aylığından etibarən, demək ki, 8 aylığına etibarən bu davranış meydana gəlir. Burada amma nəyəsə də axtarmaq olar. Ola bilər ki, uşaq ya xəstələnirdi, ya müəyyən bir şey, ona görə də müəyyən bir kənar çıxmalar da ola bilər. Yəni, altında yatan bir səbəb var əslində. Və ya eyni zamanda düşünmək lazımdır ki, evdə əgər ana qətiyyətli davranırsa, və biz bilməliyik ki, ata da eyni dərəcədə qətiyyətli davranırmı? Çünki bu bir tərəfi bir şey deyil. Çünki bir məsələ var, uşaq demək ki, hər kəsi evdə hər tərəfi, yəni valideynlərin hamısının bir zəif tərəfini tapacaq. Tapır. Yəni, onlar smartdırlar əslində və tapırlar, yəni emosional güclüdürlər. Tapır və onlar sui-istifadə edir. Və əgər ana hər dəfə yox deyir, ata hə deyirsə, o daha çox ataya sığınır. Və bu, ümumiyyətlə, bizə daha çox deyir ki, yaxşı polis, pis polis. Ümumiyyətlə, nə yaxşı polis olmaq lazım deyil, nə pis polis. Burada normal bir valideyn olmaqdan söhbət gedir. Sonra, yenə də eyni məsələdir, marketdə gedir, hər zaman əli dolu çıxırıq.
öncədən planlaşdırılmayan əşyalar alınır. 5 yaşda oğlandan söhbət gedir. Və burada qeyd olunur ki, ata hər zaman övladının dediyini edir. Bu zaman əgər ana nə qədər doğru davransa da, qətiyyətli olsa da, əgər bu da ata tarazlığı yenə pozduğu üçün bu davranışlar demək olar ki, sönmür. Yəni bu ciddi bir məsələdir. Yəni bu bayaqları qeyd etdiyim məsələlərdir. Sizin verəcəyiniz hər hansısa bir sual varmı? Sualınız varsa, demək ki, mikrofonu açaraq qeyd edə bilərsiniz. Teşekkür edirəm. Bir sualım var idi mənim. Buyurun Nurhan xanım. Məsələn, biz bəzən olur ki, problemli davranış zamanı, ağlayanda və yaxud da onlara, məsələn, mən özümdə başıma gəlib, deyirəm ki, burada durmalısan, ya ayağını qaldır dur və yaxud da burada oturmalısan. Yəni, bayaq siz qeyd edərsiniz cəza olaraq. Məsələn, belə bir metoddan istifadə etdiyimiz zaman, o zaman da mı mən sənə diqqət ayırıram, demək ki, o hiss edir ki, mən ona diqqət verirəm. Yoxsa bu üsul eləyə bilərikmi bəzən? Ya belə bir ya bu tərpənmə, bu kimi şeylər. Bu ümumiyyətlə limitləmədir və fiziki cəza demək ki, kateqoriyasına daxildir. Ümumiyyətlə cəzalara gələn danışan fiziki bir də psixoloji olur. Fiziki cəza demək ki, qarşıdakı demək ki, qarşı tərəfin zəifliyinə, fiziki zəifliyinə istifadə olaraq tətbiq etdiyimiz məsələlərdir. Verdiyimiz cəzalardır. Bu da elə, yəni məsələn mən böyüyəm, burada qaydanı mən verirəm və qaydaları mən qoyuram və sənin bu etdiyin davranışla mən xoşuma gəlmədiyi üçün səni cəzalandırıram, tək ayaq üstə qalırsan və ya burada oturursan, heç tərpənmirsən və gəlin belə bir sual verin. Sizə kimsə bu yaşınasa desə ki, sənin etdiyin bu davranış xoşuma gəlmir və divanda əyləşəcəksən və 10 dəqiqə buradan tərpənməyəcəksən. Nurana xanım, sizə xoşunuza gələrmi? Bu xeyr. Sağ olun. Uşaqlarda da eyni dərəcədədir və bu qətiyyən doğru bir davranış deyil. Bu uşağın demək ki, düzdür, travma alınması cəhətində deyil, buradan travma alınmır. Travma düzdür, günümüzdə o qədər sadələşdirilir ki, bunun travma alınmır. Amma demək ki, bu uşağın duygusal bir yoxsulluq çəkməsinə, ümumiyyətlə uşağın özünü pis hiss etməsinə və sayılmamasına, demək ki, öz güvəninin aşağı salınmasına gətirib çıxara bilir. Yəni biz ona deyək ki, sən zaten zəifsən, fiziki olaraq zəifsən və mən sənin üzərində istədiyim hər şeyi edə bilərəm. Bizim neytral davranmamız tamamilə. Neytral davranma necə idi? Biz neytral davranırıq, amma onu yox saymırıq, onun yanındayıq. Yəni sən ağlaya bilərsən, mən sənin yanındayım. Ağladığını bitirəndən sonra istəsən biz qucaqlaşa bilərik. Və ya məndən söhbətləşə bilərsən, amma demək ki, falan şeyi mən sənə tətmin eləməyəcəm, və ya verməyəcəm, və ya almayacam, amma mən səni tərk eləmirəm. Bunların ikisinin arasında fərq var. Digəri fiziki cəzalar düzdür. Biz 90-cı illərin uşaqları fiziki cəzaları mütləq ki biz görmüşük. Eyni zamanda psixoloji cəzalardır. Düzdür. Buna görə də uşağın demək ki, inkişaf problemlərinə səbəb ola bilər əslində fiziki cəzalar, eyni zamanda psixoloji cəzalar. Ona görə də daha çox diqqətli olmalıyıq ki, daha demək ki, neytral davranışlar etmək daha doğru ola bilər. Amma çox gözəl sual edirlər. Təşəkkür edirəm. Təşəkkür edirəm. Aynur xanım, mən bir şey soruşmaq istəyirəm. Buyurun. Deməli, bir mağazaya bayaq dediniz, deməli mağazaya gedirik və uşaq müəyyən şeylər almalıyıq, müəyyən evə lazım olacaq. Ancaq uşaq da orada deyir ki, mən filan şeylər istəyirəm. Əlbəttə, əvvəlcədən biz onun belə deyək, limitini qoyuruq. Ancaq burada, məsələn, uşaq bu gün ərzində yaxud dünən yaxşı bir davranış sərgiləyib və bizim belə bir razılaşmamız olub ki, deməli, mən sənə filan şey alacağam. Digər tərəfdən də, məsələn, şokolad almaq baxımından kəsəndə bilirik ki, zərərlidir. Amma digər tərəfdən də bu belə bir mükafat söz verilir, söz vermə məsələsi var. Ona görə belə
bir bəzən belə deyək də bir tərəddüd yaşayıram ki, görüm necə deyim sizə, burada doğru olan nə olar? Yəni uşağın inkişafı, uşağın çünki amma bu mükafat, bu şokoladın da davamı gəlir. Yəni uşaq israrlı olur getdikcə. Əvvəl daha belə deyək də şey olan uşaq ki, biz razılaşırdıq, almayacağam. Bircə dəfə mən onu pozmaqla, bircə dəfə mən ona hədiyyə eləməklə ki, mükafat alım. Çünki o yaxşı məsələn, yaxşı riyaziyyat elədi, yaxşı kitab oxudu bunun müqabilində. Ancaq görürəm ki, onun necə deyim sizə, ardını düzəldə bilmirəm, arxasına gətirə bilmirəm. Yəni orada almaqmı, almamaqmı? Yəni nəticə etibarilə böyük büdcə də olsa, kiçik büdcə də olsa, uşaq kiçik büdcəli ilə uşağa zərər verir. Həm şokoladın alınması deyək də belə bir çox baxımdan. Orada bir şey yaşayıram, necə deyirlər, tərəddüd yaşayıram ki, doğru olan nə olar? Təşəkkür edirəm, çox sağ olun. Sizə sağ olun efendim. Bu da yerindən çox gözəl bir sualdır. Məsələn, hər şeydə bir elastiklik var, elastik olmalıyıq. Yəni güclü meşələr küləyə qarşı dözümlü deyil, bambu meşələri. Məsələn, bambu ağacını bilirsiniz necədir? İçi boş olan ağac, bu bambu meşəsi küləyə qarşı, fırtınaya qarşı daha çox dözümlüdür. Çünki elastikdir. Bəzən biz də elastik olmalıyıq. Məsələn, baxın vəziyyətə. Övladınız həftə içərisində daha yaxşı götürüb. Yəni riyaziyyat və başqa fənlərdən yaxşı bir nəticə göstərir və parkda, marketdə sizdən bir şey istədir. Və görürsünüz ki, burada bir vaxtınıza, büdcənizə və s. onun orada elə biləcək bir şeyə baxırsınız və deyirsiniz ki, okey, mən bunu alsam heç bir şey olmaz. Bəli, siz bunu ala bilərsiniz. Və orada mütləq şəkildə vurğulamalısınız ki, bu həftə ərzində özünü çox yaxşı, yəni bu davranışlar elədiyin riyaziyyatdan yaxşı bir nəticə göstərdiyin üçün, bəli, bu şokoladı mən sənin üçün alaram. Yəni düşünələrlə alaram. Bunu belə qeyd edə bilərsiniz. Bu dünyanın sonu deyil. Yox, əgər siz görürsünüz ki, bu sui istifadədir və həftə arasında da doğru bir davranışdan vəsait edibsə, bu zaman yəni qeyd edə bilərsiniz ki, məsələn, bugün marketdə bunu almayacaq, amma bunu əvvəlsən yaxşı davranışlara, yəni riyaziyyatdan belə bir şey eləməsən və s. Bunun üçün başqa bir şey fikirləşərik. Yəni ortaq bir şey fikirləşərik. Yəni belə bir elastiklik burada lazımdır. Bu yenə də sizin övladınızla, sizin aranızdakı münasibətə. Çünki bəzən uşaqlar bunu manipulyasiya etmək istəyə bilərlər. Ki, okey, mən hər dəfə gedib falan şey istəyəcəyəm və s. Yəni bu, yəni uşaqlar sizin aranızda, uşaqdan çox uşaqdan asılıdır ki, bunu manipulyasiya çevirmək istəyi varmı, yoxmu və s. Və da ki, bunu kriz anı dedik. Əgər mən bu həftə yaxşı iş görmüşəm, riyaziyyatı yaxşı götürmüşəm, ağlayaraq dedik ki, sən mənə o şokolad almalısın. Siz mute oldunuz Aynur xanım. Üzr istəyirəm. Əgər uşaq ağladığı bir vaxtda və siz ona o şokoladı verdiyiniz halda, uşaq öyrənir ki, mən ağlayaraq hər şeyi əldə edəcəm. Sadəcə budur. Sadəcə uşağın məsəl üçün, təkcə bu deyil. Məsələn, uşaq televizorun açılmasını istəyir və ağlayır. Okey, övladınızın televizyona baxma yaşındadırsa və s. Görürsünüz ki, bəli, televizor açmaq olar. Yəni, vermək olar. Amma uşağın ağladığı bir müddətdə deyil, uşağın sakitləşdiyi bir müddətdə. O zaman biz qeyd edirik ki, sən sakitləş, əlifonu yox, o zaman mən açaram. Sakitləşir və televizor açdığınız bir müddətdə uşaq nəyə öyrənir? Mən sakit qalaraq da nələrisə əldə edə bilərəm. Normal, yəni bu tipik davranışlar edərək də nələrisə əldə edə bilərəm. Bu da çox önəmlidir. Yox, ağlayaraq uşaq sakitləşdirilməsi üçün televizor açanda uşaq öyrənir ki, yox, mən ağlayaraq hər şeyi əldə edə bilərəm. Bu arasında bir ince bir cizgidir. Biraz burada səbirli olmaq lazımdır. Həqiqətən valideyn çox səbirli olmalıdır. Biraz bu məşqə dayanır. Nə qədər içimizdə tufanlar qopsa da, inanmaq lazımdır ki, bu müəyyən bir müddəti alır, zamanı alır və müəyyən qədər səbirli davranmaqla bu davranış sona bilər. Buna inanmaq bəs edir ki, bu qətiyyətliyi sürdürmək olar. Çox sağ olun Aynur xanım. Davamı kimi bir sual da verə bilərəmsə əgər. Mən belə deyək, uşağım üzərindən bir eksperiment aparıram bəzən ki, mənlə gəlib valideynlər eləyirlər buna aşağı yuxarı. Deməli, xarici motivasiyanı, yəni bu dediyim almaq mükafat məsələsini belə deyək də, bilmirəm nə dərəcədə bu doğru olar, yəni ya da uşaq üçün zərərli ola bilər. Ancaq elə fikirləşirəm ki, bu xarici motivasiya, yəni məsələn, filan şey sən elə mən alaram, deyək ki, həftə ərzində yaxın bu gün ərzində, onu vərdişə çevir, deyək ki, 10 dəfə alıramsa və düşünürəm ki, onu vərdişə çevirəndən sonra
o mükafat aradan çıxa bilər və beləcə də daxili motivasiyaya faktoruna çevrilmiş ola bilər. Bir növ əvvəlcə xaricdən asılı olan şey, onda vərdiş və o əslində prosesin özündən zövq almış olarsa, bunun daxili bir motivator bir faktora çevirmək imkanı əldə eləmiş olur ki, o onun faydasına şey olar, gəlmiş olar. O qədər effektiv olmayıb hələ ki, amma bəzən effektiv deməyim, məsələn riyaziyyat məsələsində effektiv olub. Başqa şeylərdə mənə elə gəlir mənim doğru tətbiq etməməyimdən dolayı o çox da effektiv olmayıb. Belə onu deyəcəydim. Çox sağ olun, təşəkkürlər bir daha. Sizə sağ olun Rəfə xanım. Sizin bu dediyinizə mən bir misal da çəkmək istəyirəm. Bizim bir fəaliyyət mükafat bir talonumuz var. Fəaliyyət mükafat talonunda əsasən biraz yuxarı yaşlı yeniyetmələrdə və yaxud da ki biraz aşağı yaşlarda da etmək mümkündür. 5 yaş plus, yəni bunu 6 yaş plus əslində etmək mümkündür. Biz uşaqla bərabər qarşılıqlı formada fəaliyyətləri sıralayırıq. Məsəl üçün, bura demək ki, məsələn, yerində yığmaqdır, çayını içdi, stəkan apardı da kabinanın içərisinə qoydu və yaxud da yeməyini yedi, boşqabını da kabinanın içərisinə qoydu və yaxud da ki, başqa bir şey davranışa etməmək də ola bilər. Məsələn, heç kimi vurulmaq, dəyəsə zərər verməmək bir davranışlardır və bu davranışlar günlük, yəni bir həftənin 7 gün üzərində aparılır və hər davranışın özünün balı var, bal sisteminə çeviririk və biz o balları, əgər hansı davranış edilməsini istəyiriksə bal gəlir, hansı davranışa edilməsi istəmiriksə ondan bal çıxılır və günlük olaraq və ümumi olaraq həftəlik bir ballar yığılır. Sonra bizim bir mükafat kateqoriyamız, talonumuz var. Hər bir 5-6 dənə mükafatımız var. Onların balları da dəyişikdir əslində. Məsələn, kiçik bir oyuncaq ola bilər, parka getmək ola bilər, birlikdə kinoya baxmaq ola bilər və yaxud da ki, sevdiyi yeməyin, ən çox sevdiyi yeməyin bişirilməsi ola bilər və yaxud da böyük bir oyuncağın alınması ola bilər. Onların qabağına demək ki, bal yazır. Məsələn, 70 bal, 50 bal, 60 bal, 40 bal, yəni bu şəkildə. Və uşağı həvəsləndiririk ki, yəni bu kimi davranışları etdiyi halda və deyir, sən bu hədiyyəni ala bilmək potensialın olacaq. Yəni bu, yəni uşaqla özünüzün valideynin arasında sövdələşmə yolu ilə olduğu üçün bu uşağı daha da həvəsləndirəcək. Amma burada bir mükafatı təbii ki olmalıdır. Amma bu rüşvətə çevrilməlidir. Yəni mükafat gözəl bir şeydir, amma rüşvətə çevrilməlidir. Bu şeylər səni filan şey alacaq. Varsa rüşvətdir. Və artıq sonra uşaq gəlib deyəcək ki, mən filan şey eləsəm, sən mənə gedib filan robotu və yaxud da ki, maşını alarsan, bu artıq rüşvətdir. Yəni filan şey alsam, mən sənə bunu eləyəcəyim. Rüşvətə çevrilməsin, mükafatlığında qalsın. Sizə sağ olun Vəfa xanım. Başqa sualınız varmı? Sualınız yoxdursa, bizim görüşümüzü də sonlandıra bilərik. Mən düşünürəm ki, demək ki, lazım olan informasiyaları demək ki, ötürdüm. Düzdür, burada bir mən dəftərimə qoşula bilməyəcək valideynin sualını qeyd eləmişdim özümdə. Amma onları deyiləm ki, danışdıqlarım içərisində qeyd elədim, müəyyən qədər vurguladım. O zaman demək ki, hər birinizə təşəkkür edirəm. Gözəl Nurayna xanım, Gözəl Ailə xanım, Vəfa xanım, Türkan və Rəqsanə xanım. Ümid edirəm yararlı oldu sizlər üçün. Əgər siz bu videonun yəni, əldə edilməsini istəyirsinizsə, müraciət edərsiniz, mən buna yazsam. Həyatınızda, işlərinizə uğurlar arzu edirəm hər birinizi. Özünüzə yaxşı baxın, gecənizə xeyirlər olsun. Təşəkkür edirəm. Sizə sağ olun, Türkan xanım. Mən də təşəkkür edirəm Rəqsanə xanım.